Biz bəzən o qədər irfani, məcazi, mücərrəd anlayışlara vaxtlarırıq. Ən elementar praktiki göstərişlər, praktiki məsələlər bizim nəzərimizdən kənara qalır. Bizim nəzərimizdə dindarlıq ancaq mücərrəd mövzulara baş qatmaqdır. Çox xırda məsələlər kimi gəlir bizə, amma çox önəmli məsələlərdir. Dindardır, arifdir, adi davranış qaydası yox. Belə ariflik olmur, bir dənə belə arif tanımıram. Dindarlıq bundan başlanır ki, bir adam ədəblə salam verə bilsin, ağsaqqal gələndə dursun, yer versin. Praktiki adi birindən salam verib, ədəblə görüşüb, danışmaq qaydalarını bilmir. İddialı danışır, üzr istəyirəm, ədəbsiz danışır, ədəbsiz özünü aparır, adi təmizliyə riayət eləmir. Dinin bu hissəsi önəmdən düşüb bizim üçün. Müsəlmanlıq hardan başlayır? Müsəlman ölkəsinin küçəsindən, həyətindən. Məsələn, bizim ziyarət şəhərlərimizə get, üzr istəyirəm, zibil dizə qalxır. Ondan sonra sən danış, axı necə cəlb eləyəcəksən? Nəyi başa salacaqsan? Deyəcək, bu din sənə ağ günə çıxartsaydı, sənin küçəvi, bayırğı, həyəti ağ günə çıxardar. Sən sözlərimi neyinirəm, mən göydən danışırsan ki, mən praktiki baxımdan səndən öndəyəm, səndən qabaqdayam. Bunları kim mənəviyyatdan ayırırsa səhv eləyir. Mənəviyyat, bunlar hamısı mənəviyyatdır, bax. Din bu şeylərə də əhatə eləyir və eləməlidir, özünü burada göstərməlidir. Mənim təqvamın zəifliyinin əlamətidir, natəmizliyim. Buyurur, neçə nəfər var ki, ona hörmət istəyirsə özünü qınasın. Bir, çağırılmayan yerə gedən adam. Çağırmayıblar, gedib oturdu, möminçilikdir də, necə möminçilikdir? Nə möminçilikdir? Bu bütün qaydaları ayaq altına atmışıq. Gəlir deyir, hamını toya çağırıram, bir məscid adama. Hamını toya çağırıram nə deməkdir? Yəni, bu adamlar yığışıb gəlsin, necə olsun, girsin, çörək tapmır heç kəs yeməyə, qalıb, aləm qarşı bir-birə, mömin toydur da burada filan, ürək geniş olsun. Belə şey zat yoxdur, qardaş. Qaydası var, qanunu var. Bu qaydaya, qanuna uyğun da yaşamaq lazımdır. Qonaq gedib eviyyəsinə göstəriş verən adam. Onu gətir, bunu gətir, mənə filan şey, bu hörmətsizlik görsə özünü qınasın. Ona aid olmayan sirrə qulaq asan adam. İki nəfər danışır, bir də gəlib oturub, oradan qulağın diqqətini cəm eləyib ki, ona qulaq assın, onlar nə danışır. Dini bunlardan ayırmayın, din təmizliyidir, nəzafətdir, gözəl əxlaqdır, təmiz paltar giyinməkdir, ətir vurmaqdır, ədəb göstərməkdir, bunlar hamısı dindir və bunları biz nəzərə almayıb, yox, hansısa zikir, ibadətlərlə məşğul olub, Allaha yaxınlaşmağı düşünürüksə, səhv edirik. Yəni, bu qədər məsələ önəmlidir. Allah bizi Peyğəmbərin layiqli davamçılarından qərar versin inşallah.